Son bir ildə qızılın qiyməti 58%-dən çox bahalaşıb. Nəticədə qızıl zinət əşyalarının qiyməti də ən yüksək həddə çatıb. Onsuz da kifayət qədər dəyərli olan qızıl hansı amillərin təsiri ilə dəyərini sürətlə və kəskin artırır? Proqnozlar nədən ibarətdir? Ölkəmizdə qızıl bazarına bu tendensiya necə təsir göstərəcək? Əməkdaşımız Turanət Ağızadənin sujeti bu barədədir. İzləyək. Piştaxtaları bəzəyən zərgərlik məmulatlarının qiyməti durmadan artır. Ən baha qiymətli metal ərəb qızılıdır. Qiyməti 300 manata yaxındır. İkinci, üçüncü yerləri İtaliya və Türkiyə qızılı tutur. Qramı 225 manat, 280 manat, nə bilim 200 baxır da qızıla. Siz kimin üçün almaq istəyirsiniz? Özüm üçün almaq istəyirəm, gücüm çatmır. Ərəb qızılı ilə maraqlanırıq da, yəni hadisə qramı 275-dən. Yəni ən belə də aşağısı 275. Çox bahalaşır. Əlbəttə ki, çox bahadır. Qramı 185 manat. Bahadır da. Qızılın qiymətindəki artım satıcıların da ürəyincə deyil. Gəlirlər qiymət deyirsən çox gedirlər. 585 prop 180 manatdan başlayır. 750 prop da 220 manatdan başlayır. Son artım hardasa keçən ayın ortalarından başladı. Çox artıb. Günbəgün də artır. Ərəb qızılı 270-280 arası çox bahalaşır. 750-də hardasa 195-210 arası. Hal-hazırda çox artım var. Qızıl, İtalyan qızıllarının qiyməti 240-245 manat aralığında, Rus qızılları və Türk qızıllarının qiymət aralıqları isə hal-hazırda 170-180 manat olaraq dəyişir. İqtisadçılar deyir ki, son bir ildə qızılın qiyməti 58%-dən çox yüksəlib. Nəticədə qızıl zinət əşyalarının qiyməti dünya maliyyə bazarlarında rekord həddə bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib. New York'un COMEX əmtəə birjasında qızıl füçerslərinin dəyəri bir unsiya üçün 4150 dolları ötüb. İnsanların gəlirlərinin illik 7% artımı fonunda qızıl qiymətlərinin 58%-dən çox artması insanların qızıl alışı qabiliyyətini aşağı salır və xüsusən də toy adət-ənənələrini yaşadan xalqımızda qızıl alışı ciddi maliyyə yükə çevrilir. Qızılı almaq imkanları məhdudlaşdığına görə qızıl satıcıları da bu prosesdən əziyyət çəkirlər. Ekspertlər vurğulayır ki, qızıl bazarında qiymət artımı 2026-cı ildə də davam edəcək. Turanət Ağızadə, Amil Əliyev, ATV Xəbər.